Birinci, İlham Əliyev, Ham Əliyev yanvarın 20'sinde Davos'ta keçiriləcək Avropa toplantısına gedir. Buna görə də 2 gün əvvəl Şəhidlər Xiyabanını ziyarət edibdir. Ancaq diqqət çəkən məqam odur ki, bu ziyarəti İlham Əliyev tək başına edir. Yanında nə Mehriban Əliyeva var, nə də gəlini, nə də evlatları, nə də nəvələri. Sadəcə tələm-tələsik gəlib məzara əklil qoyaraq geri qayıdıb gedibdir. Bundan bir gün əvvəl isə onun gəlini Heydər Əliyev mərkəzində at geyimləri sərgisində iştirak edibdir. Hətta Mehriban Əliyevanın at geyimində hazırlanmış maketini də sərgiyə çıxardıbdır. Amma bu dinsiz, imansız İlham Əliyevin gəlini transa oxşayan, orangutan meymununun son balasına oxşayan bu gəlin deyilən bir zümrə Şəhidlər Xiyabanına hələ bu günə kimi gəlməyib. İndi isə bu gəlin Alyona Mehriban Əliyevanın və İlham Əliyevin ikinci mavini kimi fəaliyyət göstərir, vəzifə verilir. Siz Allah buna baxın. İlham Əliyevin gəlini. Hani bə İlham Əliyev deyirdi, bədənini açıq göstərənlər, söyüş söyənlər cərmələnəcək, cinayət işi daşıyacaq. Və bu nədir İlham Əliyev? O ağ paltarlı sənin orangutan meymununa oxşayan gəlinindir. Yanındakı da Leylanın zapas təkəri Anar Ələkbərovdur. Leyla hallananda ona yaladır. Bu nədir bə İlham Əliyev bu şeyin üstünə çıxırdı, bu şeyin üstünə? Ay İlham bax bu nədir orada? Lüt şəkilləri qoyub gəlinin. Bu lütləri qoydunuz, bu Mehriban qoydu, Leyla qoydu, Arzu qoydu. İndi də gəlin başladı bu işə. Niyə lütlərlə başlayırsa, bu xalqı əxlaqsızdırmağa başlayırsa, əxlaqsızlaşdırmağa əmrinə. Bu nədir? Baxın ha, İlham Əliyev həmi Avropaya gələcək, eyni zamanda həmi də sabah eləyə bilərdi də. Eyni zamanda İlham Əliyev Xaçaturyanı buraxıbdır, xalq aqressivdir, zəncir gəmirir. Güya şəhidlərə hörmət qoyulmuş kimi 2 gün qabaqdan ziyarət edib, həm də paylaşımı çox olacağı. Biri var 20'sində gedərdi, elə həmin gündə paylaşım olub bitərdi. Oldu da bitdi, maşallah olardı. Bir də var 18'i gedib. Hələ bunu bugün də paylaşdılar, sabah da paylaşacaqlar, 20'sində də təmtəraqdan paylaşacaqlar. Gördün 3 gün. İlham Əliyev, Xaçaturyanı buraxan İlham Əliyev. Demək ki onun cinayətinə şərikdir. Demək ki onun qanını daşıyır. İndi fikir verirsiniz, həmi Avropadakı Davos, həmi də İlham Əliyevin bu Xaçaturyan həssasiyyəti deyək, ya xalqdan qorxma həssasiyyəti desək daha məntiqli olur. Hani İlham Əliyevin nəvələri? Hani xalqın restoranlar, milyardlar var qızların, dallaqlar. Hani o? Buradan sual verirəm da, bu xalqın sərvətini donuz kimi yiyən, bu donuz nəslini, donuz hani? Hani bu donuz nəsli? Mehriban Əliyeva. Bu xalqın 10 milyardlarla desəm azdır, 100 milyardlarla sərvətinə qonmusan, quş kimi. Niyə gəlib 20 yanvarı ziyarət eləmirsən? Leyla, Arzu, təkcə Avropada 13 milyardlıq sərvətiniz var, 13 milyardlıq. Harada işlədiniz, alın təri tökdünüz o 13 milyardı yığdınız. Mən bilən Əliyev ailəsi kimə verirsə, Lukashenko'ya şaqqıldadırsa, sərvəti də verir. Camaat verir pul alanda, bizimki verdiyinə pul verir. Nətər olur da bu boyda? Bu uzunduraz beynamaz prezidenti, bu tək göndərməsiniz bura. Ha? Bəlkə bir o ağacın başından bir bayquş çıxıb onun gözünü dimdikləyir, bir qartal. İnsanlar qeyrətə gəlmədi, biri bunu güllələsin. Bəlkə oradan bir qartal, bir qozğun bunu hücuma gedir, gözünü dimdikləyir. Hakimiyyəti Hayburovçu, Azərbaycan hakimiyyəti, Azərbaycan hakimiyyəti Hayburovçu Əli Hamineyinin oğlunun 1,5 ton qızıl qaçırdıb Hamineyinin oğlu. Hakimiyyət kanalları deyil ha. Hamısı İlhamın kanallarıdır. Hamineyinin oğlu 1,5 ton qızıl daşıyıb. Bu nədir? Hə, pul köçürüb, opşum ton yarımda qızıl daşıyıb. 1,5 milyon ABŞ dollar. Utanmırsınız. Əli Hamineyinin mən tərəfdarı deyiləm, birisi onunla mən xoşum da yoxdur, zəhləm gedir. Yəni bu molla rejimindən zəhləm gedir. Mesela mollalardan hamısına zəhləm gedir. Dini iman olanlar 5. Amma bu molla başına o yumaları qoyub siyasətə qarışan adamın hamısına zəhləm gedir. Ay dümmələklər. 1500 kilogram qızılın qiyməti nə qədərdir? Qoy deyim sizə. Mən bildiyim qədərindən 45 milyon dollardır. 45 milyon dollarında 22.5 yars eləyir ton yarım üçün. 22. O da eləyir 67.5. 67.5 milyon yarımda bu gəldi üstünə 68 milyon. O boyda Hamineyinin oğlu cəmi cümlətəni 68 milyon dollar qaçırdı. Ay uğraşdı. Sizin prezidentin elə 500 milyon dollarlıq Türkiyədə aldığı, dünən sırağa gün nəvəsini aldığı otel yaddan çıxdı mı? Elə dünən sırağa gün 272 milyon dollar investisiya adı ilə İsrailə qaçırdı. Yadınızdan çıxdı mı? Əfqan Muxtarlı açıqladı. Jurnalist. Təkcə Abzas Media Toplum TV'nin Leyla və Arzu'nun Avropada və Qətərdə 13 ikisinə məxsus 13 milyardı dollarlıq sərvət bircə ortaya qoyuldu mu? Nə düşmüsünüz Əli Hamineyinin? Əli Hamineyinin İlham Əliyevin onun nəvəsi var, nəvəsi o Petro oxşayanlar var, Əli ilə Mikail. Əlinin pulu belə, Mikailin pulu belə Hamineyinin pulundan çoxdur. Öz gözünüzdə tiri görmürsünüz. Başqasının gölündə qıl axtarırsınız.